Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Ebel Kasım Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve alihi teyyibine tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. Eûzu billahi semel alim mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Esselamu aleyke Ebu Abdullah el-Hüseyin aleyhissalatu vesselam. Allah bu cümə gününü bizlərə mübarək qərar versin. Bu cümə günündə qılınan namazları, ibadətləri qəbul eləsin. İmam Hüseyin aleyhissalamdan bizləri ayrı salmasın inşallah. Şikayət edənlərin müracaatının davamında müracaatda belə deyilir ki, وَلِسَّخَتِكَ مُتَعَرِّدَ تَسْلُكُ بِي مَسَالِكَ الْمَهَالِكِ وَتَجَعَلُنِي عِنْدَكَ أَهْوَنَ هَالِكٍ كَثِيرَةَ الْعِلَلِ طَوِيلَةَ الْأَمَلِ. Deyir ilahi, nəfsim qəzəbinə zəmin yaratmışdı. Məni həlakət yollarına tərəf sürükləmişdi. Məni sənin qarşında saysız eyibləri və uzun-uzadı arzuları olan ən alçaq həlak olanlardan etmişdi. Nəfs barəsində danışırdıq keçən dəfə. İnsanın əsas düşməni çöldə deyil. İnsanın əsas düşməni onun nəfsidir. Və insan bu münacatda bildirmək istəyir, İmam Səccad əleyhissalam bizə öyrətmək istəyir ki, bizi Allahdan uzaqlaşdıran kənar şəxslər deyil, bizi Allahdan uzaqlaşdıran bizim nəfsimizdir. Bütün münasibətlər bu cürdür. Bizim bir-birimizdən qurduğumuz münasibətlər hamısı nəfsin başında durur. Sən məni Allahdan uzaqlaşdırmırsan, nə də ki, mən səni Allahdan uzaqlaşdırmıram. Ola bilər, mən sənə səhv yol təqdim edirəm, amma o demək deyil ki, mən səni azdırdım. Əsas düşmən mən deyiləm. Əsas düşmən sənin, mənim nəfsimdir. Nəfsimizin istəklərinə tabi olmaq. Nəfs insan üçün ən böyük düşməndir. İnsanın özü-özünə düşmən olur. Mən səni azdırmadım. Nəfsin xoşu gəldi mənim yolumdan, batıl yoldan və sən tabi oldun. Mən səni əsəbləşdirmirəm. Səni əsəbləşdirən, bu yerə gəlib satdıran sənin nəfsində. Əslində əsəbləşməməlisin. Nəfs də əsəbləşsin. Mən nəsə deyə bilərəm qəzəbləndirmək üçün. Amma bu nəfsin istəyinə tabi olmaqdır ki, sən mənim sözümə görə qəzəbləndin. Həsəd yenə bu. Hamısı nəfsdəndir. Bütün işlərin, pis işlərin başında insan nəfsi durur. Hər kəsin öz nəfsi islah olsa, sağlam bir cəmiyyət olar. Və sağlam cəmiyyət yoxdursa, orada deməli, kiminsə nəfsi rol oynayır. Bütün bu fitnə fəsadlardır, bunların hamısı ona görədir ki, insanın nəfsi var. Kərbəla hadisəsini törədən kənar kəslər deyildi. Kərbəla hadisəsini törədənlər, imamı o yerə gətirib çatdıranlar, qətil, qanın tökülməsi, bunlar hamısı bir fərdin nəfsinin istəyi ilə formalaşdı. O da nə? Dünyaya bağlılıq məsələn. O da nəfsin istəyidir. Keçə bilmədi o dünya bağlılığından və gəldi İmam Hüseynə qarşı çıxdı. Bildi ki, İmam Hüseyin əleyhissalamı qəbul eləsələr, nəfsin əksini eləyəcək İmam Hüseyin. Həzrət Əli əleyhissalamı niyə qəbul etmədilər? Gəldilər Həzrət Əli əleyhissalamı şəhid etdilər İbn Mülcəm. Niyə? Çünki bildilər, gördülər ki, Həzrət Əli bunların nəfsindən oynamır. Yəni, bunların nəfsinin qulu deyil Həzrət Əli.
Həzrət Əli başqa yol tutub. Ona görə də insanlar başladılar Həzrət Əli əleyhissalama qarşı çıxmağa. O yerə çatdı ki, Həzrət Əli əleyhissalamı şəhid etdilər. Bunlar hamısı insan nəfsindən durur. Ona görə sağlam cəmiyyət, hətta sağlam ailə, sağlam dostluq, hamısı dostluqlar niyə pozulur? Ona görə pozulur ki, nəfs var. Nəfsin belə istəyir. Nəfsin belə istəyir gətirib axırda nəticə olaraq pis bir nəticə verdi. Pis nəticə gəlib çıxartdı. Ona görə din insanın nəfsini islah etməsi üçün yollar təqdim edir ki, və dinə itaət edən, dini qəbul edən, dinin əxlaqi göstərişlərinə riayət edən, fiqhi göstərişlərinə riayət edən bir şəxslərdən bir cəmiyyət formalaşacaq. O cəmiyyət onda olacaq sağlam cəmiyyət. İmam Zaman əleyhissalamın cəmiyyəti dedikdə hansı cəmiyyət? O cəmiyyətdir ki, onlar bir-birini başa düşəcək. Onlar hamısı gəlib İmam Zamana itaət edəcək. Ona görə o sağlam bir cəmiyyət sayılacaq. İmam Hüseyin əleyhissalamın, məsələn, o 72 nəfər və yaxud 100 neçə nəfər, o balaca bir cəmiyyət idi, amma sağlam bir cəmiyyət kimi qiyamətə qədər təqdim olunur. İnsanlar o cəmiyyət barəsində danışır. Fədakarlıq bir cəmiyyət idi, fədakar bir cəmiyyət. Niyə? Çünki hər kəs nəfsini islah etmişdi və nəfsinin dediklərinə yox, nəfslərinə, ağıllarına tabi etmişdilər. Yəni, istiqaməti düzgün təyin etmişdilər. İnsan nəfsinin dediklərini yerinə yetirdiyi təqdirdə Allahın qəzəbinə səbəb olar. Allahın qəzəbinə səbəb olan şəxs həlakət yoluna tərəf sürüklənər. Saysız, hesabsız eyiblər eləyər. Uzun uzadı arzuları başlayar yaranmağa. İnsanı bədbəxt eləyən Allahın qəzəbidir. Allahın qəzəbinə düçar olmaqdır. Bu məsələyə də ciddi yanaşmalıyıq. Həqiqətən bu məsələyə ciddi yanaşmalıyıq. Dindarından qeyri-dindarından fərqlənmir. İnsana bir Allah qorxusu olmalıdır. Allah qorxusu olmayan cəmiyyət dediyim kimi fəsad olar. Allah qorxusu olmasa, istənilən fəsad o cəmiyyətdə olacaq. Allah qorxusunun məsələsi mühümdür. Təsəvvür edin, bir dənə cəmiyyətdə heç birinin Allahdan qorxusu yoxdur. Nə olacaq o cəmiyyət? Qanun qorxusu var. Qanun qoyublar, qanun qorxusudur. Amma yenə də onun dərinliyində bir Allah qorxusudur. Qanunla, təkcə qanuna riayət etməklə gözəl bir cəmiyyət formalaşmır ki. O qədər qanunlar var, qanunlarımız var, amma görürsən ki, bəzi yerdə məsələn, oğurluq da olur, bunu deyirlər. İnsanda onun başında Allah qorxusu da durmalıdır. Ən başlıca Allah qorxusu durmalıdır. Bir insan axirətdən fikirləşməlidir. İnsan Allahın qəzəbinə tuş gəldiyi zaman bütün həyatı dəyişiləcək mənfiyə tərəf. Ona görə Quran buyurur: "Zəlikə bi'annahum ittaba'u ma asxatallaha və karihu ridvanahu fa ahbata a'malahum." Buyurur ki, bu onların Allahı çünki onlar Allahı qəzəbləndirən şeylərə uydular və onun razı qaldığı şeyləri bəyənmədilər. Yəni Allahın razı qaldığı şeyi bəyənmədilər. Allahın qəzəbinə uydular və nə baş verdi? Deyir, buna görə də Allah onların əməllərini puç etdi. Muhammed surəsi 28-ci ayə. Allah onların əməllərini puç etdi. Yəni Allahın qəzəbinə rast gəlmək insanın bütün əməllərini puç edir, yaxşılıqlarını puç edir. Yaxşılıqlarını puç etmək yəni insanın pis bir insana çevrilməsi deməkdir. Çox diqqətli olmalıyıq burada. Birinin qəlbini sındırır, diqqətli olmalıyıq. Allahın bunu bilməliyik ki, hər bir yerdə Allahın qəzəbi yerləşə bilər, qəzəbi ola bilər. Buna diqqət etməliyik. Həyat elədir ki, insan həyatı elədir ki, birinin məsələn qəlbini sındırarsan, bumerangdır da həyat. Qəlbin o qədər də belə şeylər olub. Birinin qəlbini sındırarsan, başına gələr. Onun insan bu Allahın qəzəb məsələsidir. Diqqətli olmalısan. Yetimin payını yeyərsən, malını yeyərsən, o sənin başına gəlib. Mənim başımda gəlib axırda partlayacaq. Allahın qəzəbinə düşər olacaq. Nəfs deyir ki, Allahı qəzəbləndirən tərəfə addım atsın. Düzdür, kesin deyirik, nəfs bilmir, uşaq kimidir.
Uşaq valideyni qəzəbləndirdiyi kimi bilmədən qəzəbləndirir. Ehtiyatlı olmaq lazım. Nəfs də bu cürdür. İnsan eləməlidir ki, Allahı qəzəbləndirməsin. Bu belə deyil. Məsələn, Allah emosional bir varlıqdır və başladı qəzəblənməyə. Mən qəzəblənirəm. Əvvəla bu bizim tərbiyəmiz üçündür. Valideyn övladına qəzəblənər ki, övlad bir qorxusu da olsun da, çəkinəcək yeri də olsun. Allah da o cür insanı tərbiyə edir. Bu birinci məsələ. İkinci məsələ, qəzəb yəni nə? Bəli, Allahın qəzəbi insanda təcəlli edər. Amma onu insan yaradır. İnsan yaradır. Güzgüdə mən özümü görə bilərəm. Gözəlməsəm simamı görə bilərəm. Amma güzgünün üzərində palçı olsa, toz torpaq olsa, orada heç nə görməyəcəm. Özümü yaxşı görməyəcəm. Toz torpaqlı görəcəm. İnsan belədir. Sanki o qəlbini tozla, torpaqla doldurur, özünün o gövhərini, gözəlliyini görə bilmir. Allahın qəzəbi yəni nə? Özünü toz torpaq elədin. Özünü gözəl şəkildə görə bilmirsən. İrfanda belə deyilir də. Allahın qəzəbi yəni bu. Aynanın qarşısında durmuşsan, amma aynanın qarşısında maniyə var. O maniyanı aradan aparmaq lazım. Qəzəb yəni maniyə. Qəzəb yəni gözəllikləri görməmək. Qəzəb yəni gözəl əməllərini Allah dərgahına qalxmaması. Və bu qəzəb insanın nəinki axirətini bərbad edər, dünyasını da bərbad edər. Əgər görsək ki, bir insan Allahın qəzəbinə düçar olubsa, o insanın axirəti, nəinki axirəti, dünyası da bərbaddır. Quranda bir maraqlı ayə var, Allah buyurur ki, deməli, Əraf surəsi 152-ci ayəsində buyurur, İnnəl-ləzīnə ittəxəzul iclə səyənəluhum xadabun min rabbihim və zillətun fil həyatid dünya. Deyir, şübhəsiz, buzovu özlərinə ilah qəbul edənlər Rəbbindən gələcək bir qəzəbə və dünya həyatında zillətə düçar olacaqlar. Baxın, buzova sitayiş eləmək təkcə bu deyil. Taxtadan bir heyvan olsun, buzov olsun, ona məsələ. Buzov insanın bəzən yox, elə həqiqətdə budur. Buzov insanın nəfsidir. Yəni, nəfsinə sitayiş eləyən, nəfsini özünə, həvai nəfsini özünə ilah bilən şəxs Rəbbindən bir qəzəbi gözləsin. Bəzi dindarlar görürsən ki, onlar gizlini şirk eləyir. Buna deyir şirk-i xəfif. Bir var şirk-i cəli, bir də var şirk-i xəfif. Şirk-i cəli yəni odur ki, bütpərəstləri sitayiş edirlər, əməl başda əqidələrini bildirirlər. Şirk-i xəfif də budur ki, o qəlbimizin dərinliyində incə bəzi şirklər var, özümüzün bəzən xəbəri olmur. Ona görə diqqətli olmalıyıq. O bəzən üzə çıxsa Allahın nemətidir. O belə bir hadisə nəql edirlər. İndi təmsil olsa gözəl bir təmsildir. Deyir, bir nəfər illərdir məsciddə cəmaat namaz qılırdı və gəlirdi, deməli, ön sırada dururdu. Həmişə gəlirdi, ön sırada dururdu və deyir, namazı qılır. Bir gün elə olur ki, gecikəsi olur. Ömründə heç gecikmirdi. Bir gün oldu ki, gecikəsi oldu. Cəmaat namazına gecikir, görür ki, onun sırasını, ön sırasını kimsə tutub narahat olur. Başa düşür ki, mənim qəlbimdə gizlin bir şirk var idi. Mən Allaha görə ibadət etmirdim. Mən özümü göstərmək üçün ibadət edirdim. Qabaq sırada durum, mən hörmətli olum. Mən hörməti, qabaq sırada durma, öz mənliyimi Allaha gətirib şərik qoşdum. Başa düşdü bunu. Və tövbə elədi, hətta deyirlər ki, neçə il qıldığı o cür namazı təzələdi, yenilədi. Görürsünüz, gizlin şirkdir. İnsan bunları tapdısa, insan Allaha bağlansa, Allah onu insana göstərəcək. Amma insanda bunun istəyində olmalıdır ki, ilahi, gizli şirk olan yerlərdə məni bildir. O, bir nəfərdə müctəhid olur. Bir ruhaninin gəlirlər o müctəhidə deyirlər ki, filan məsciddə bir ruhani var, icazə verin. Ona səlahiyyət verin, o sizin işlərinizi icra eləsin, nümayəndəniz olsun. Ona danışırlar, o da başlayır o vərəqi götürüb imza atıb təsdiqləmək üçün təyid etmək istəyir. Bunlar da danışırlar ki, çox yaxşı insandır, düzgün seçim seçirsiniz, ağa, o
O heç bir zaman namaza gecikməyib. İllərdir məsələn cemaat namazı qılır. Bir dəfə də olsun namazı tərk etməyib, cemaat namazını tərk etməyib. Bunu deyəndə elə həmin o müctəhid dayandırır, deyir ki, fikrimlə daşındım. Qoy qalsın, elə fikirləşərik. Deyirlər, nə olub, niyə? Niyə fikrinizlə daşındınız? Deyir, mümkün deyil ki, bu insanın bircə dəfə, neçə il içərisində bir dənə vacib işi çıxmasın. Bir dənə vacib işi çıxmasın. Yəni, cemaat namazını qılmaqdan, piş namazdan vacib bir işi çıxmasın. Onun vacib bir işi var. Sadəcə olaraq o eləməyib, ona riayət eləməyib, mühümü bilməyib. Görürsünüz? Yəni, sanki o gizlin şirki çıxardı üzrə ki, mən piş namazam, gecikmək olmaz. Vacib iş, o çox da vacibdir bu. Amma əsas işlər məsələn bəzən qalır. Əsas işlər qalır. Görürsünüz, şirkdir, nəfsdir. İnsan bəzən bunu bilmədən eləyir. Bu da buzova sitayiş eləməkdir. Bir şey buzov qərarı veririk. Onun üçün Quran deyir ki, şübhəsiz buzovu özlərinə ilah qəbul edənlər Rəbbindən gələcək bir qəzəbə və dünya həyatında zillətə düşər olacaqlar. Və bu Allahın qəzəbinə rast gəlməkdir. İnsan bəzən gizlində Allahın qəzəbinə rast gəlir. Özünün də xəbər olmur. Çox incə bir məsələdir bunlar. İnsan hər an dua eləyir. Bax, dua eləyəndə belə dua eləyir ki, ilahi, xahiş edirəm, harada gizlin şirk oldu, harada sənin qəzəbin varsa mənə bildir. Mənə bildir. Bəzi bəndələr var ki, onlar avara bəndələrdir. Yəni, bu mənada avaradır ki, avara qalıblar. Harada Allahın razılığı var, harada Allahın narazılığı var, bunu bilmirlər. Başa düşmürlər. Amma bəzi bəndələr var ki, harada Allahın razılığı var, bilirlər. Harada Allah qəzəblənir, bilirlər. Kim Allahın dediklərinə itaət etsə, o biləcək ki, Allah ondan razıdır, yoxsa yox, Allahın qəzəbi haradadır, yoxsa yox. Amma kim Allah'a itaət etməsə, o itib batacaq. Allahın qəzəbi ilə razı olan yeri seçə bilməyəcək. Bunu təyin edə bilməyəcək. Mühüm bir məsələdir Allahı qəzəbləndirməyəsən. Həyatı ilə yaşayasan ki, heç bir zaman Allah qəzəblənməsin sənə. Hər daim razı olsun. Mən bir dəfə demişdim, razılıq özü bir məqamdır. Razılıq necə özü bir məqamdır? Əstəğfurullah, elə deməyimi səhv dedim. Razılıq bir məqam yox. Razılığı hiss eləməyin özü bir mənəvi ləzzətdir insan üçün. Bir böyüklərdən, bir məsələn ağsaqqaldan, tanınmış bir şəxsdən, hörmətli bir şəxsin sənə olan razılığını bildiyin halda, mənə olan razılığını bildiyin halda necə sevinirik, necə şad oluruq, mənəvi bir əhval-ruhiyyədə oluruq. İnsan da, ariflər də Allahın razılığını eşidəndə, biləndə ki, burada Allah ondan razılıqdır, o razılıq, rizayətdən ləzzət alırlar. Ləzzət alırlar. O ləzzəti almaq üçün daim çalışırlar ki, Allahı razı salsın. Biz böyüklərə xidmət eləyəndə, məsələn, nə edirik? Onlara xidmət edirik. Ayaqqabını cütdürürük. Filan şeydir, məsələn, gedim, kömək eləyim, iş tapışır mənə, bunu istəyirik də. Niyə? Onu razı salım. O məndən razı oldusa, mənə ləzzətdir. Ləzzət həyatı yaşayasın. Ariflər də elədir, ilahi, iş tapışır mənə. Bunu qılın, bu namazı, bunu eləyim, başlayır o iş eləməyə. İstəyirlər ancaq Allahın razılığını əldə eləsinlər. İnşallah gələn dəfə imkan olsa deyəcəm, Quranda da ayə var. Allah Quranda cənnətin nemətlərindən sayır. Sonra deyir ki, amma bunların ən üstün, ən yaxşı, bunlardan ən üstün nemət, bunlardan ən üstün nemət Allahın razılığıdır. Rizvanullah. Yəni cənnətdə istənilən nemətlər olacaq, ləzzət alacaq, amma bundan üstün bir dənə ləzzət var. Nədir? Allahın razılığı. Mənəvi bir nemətdir. Bu da qəzəblə tərsi mütənasibdir. Yəni, insan o razılıqları əldə etmək üçün edilməlidir ki, Allahın qəzəbinə düşər olmasın. Allah inşallah bizləri qəzəbləndiyi bəndələrindən qərar verməsin. Quran-ı Kərimdə də ayə var. Daha doğrusu biz elə Quranın ayəsidir. Fatihə surəsində dedik. İhdina sıratal müstəqim sıratallezine en'amte aleyhim, bizi doğru yola yönelt. O yola ki nimət vermirsən onlara. Gayril məğdubi aleyhim vələddalin. Onlara qəzəblənməmsən və onlara azdırmamsan, zəlalətə salmamsan. Onların yoluna bizi yönelt. Görürsə qəzəb gəlir. Qəzəb. Yəni razı olduğun bəndələrindən qərar ver. Namaz da onun üçündür ki, Allah bizdən razı olsun.
اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 يا الله. İlahi əllərimizi naümid qaytarma. Amin deyən dillərimizi lal öldürmə. Bağışlamamış bizləri qəbr evinə göndərmə. Qəbrimizin ilk gecəsində İmam Hüseyni başımızın üzərində hazır elə. Dünya və axirət bizləri İmam Hüseyndən ayrı salma. Dünyada İmam Hüseynin ziyarətin, qiyamətdə şəfaətin bizlərə nəsib elə. İlahi çətinlikdə olanların çətinliklərini həll elə. Xəstələr var, nəzərdə olan xəstələr var, onlara tezliklə şəfa ver. Bu cümə günündə qılınan cümə namazları, edilən duaları, ibadətləri ali dərəcədə qəbul elə. İlahi bizləri İmam Hüseynin həqiqi əzadarlarından qərar ver. İlahi dünyanın hər yerində ki, İmam Hüseynə əza saxlayırlar, İmam Hüseyn hörmətinə ali dərəcədə qəbul elə. İmam Zaman əleyhissalamın zuhrunu tez elə. Ağanın qəlbimizdən razı və xoşnud elə. بحق محمد وآله وبحق سورة المباركة الفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد وعجل فرجه